Mən Abbas Abdulzadə, Hədəf Liseyinin 9A1 sinifinə təhsil alıram. Bu artıq mənim bu liseydə 2-ci ilimdir. 1-ci ildə qəbul güzəşt imtahanında iştirak etmişdim və 70% güzəşt qazanmışdım. Bu əslində mənim üçün yaxşı nəticə idi. Amma bu vaxt təcrübəsiz idim və bu il daha çox təcrübə qazanmışdım o imtahan haqqında. Ona görə də bu il yenidən iştirak etmək və bu dəfə 100% qarşıma məqsəd qoyub iştirak etmək qərarını aldım. İştirak etdim və 100% güzəşt dəqiqdən qazanmış oldum. İmtahan sualları əsasən buraxılış sistemi ilə oxşar və eyni səviyyədə idi, biraz fərqləri var idi. Suallardan həm çətin, həm asan suallar var idi. Əsasən bizim keçdiyimiz məktəbli proqramına aid suallar var idi. Buradakı əsas məsələ insan qarşısına məqsəd qoymasıdır, hədəfi olması və o hədəf üçün çalışmasıdır. Hədəfi seçməyin məqsədi hədəfdə gördüyüm yeniliklər ki, bunlardan biri əsasən abituriyent kursundakı hazırlıq proqramı idi. Bu proqramda digər məktəblərdən əsasən fərqli olaraq şagird xüsusən seçdiyi peşə, ixtisas aid olan fənlərdən hazırlaşır, onlardan dərs oxuyur. Bununla əlavə edə bilərəm ki, hədəfdə ən sevdiyim xüsusiyyətlərdən biri şagirdlərin hərəsinə ayrı-ayrı fərdi yanaşmadır. Sonra demək istəyirəm ki, ən başda anam olmaqla daha sonra mənə dərs deyən müəllimlərə və ümumiyyətlə hədəf kollektivinə təşəkkür edirəm.